Tenemos mañana la oportunidad de Qarabağa böyük hörmətimiz var. Çünki Benfica və Kopenhagen üzərində qələbə qazanıblar. Açıq aydın görürük ki, onlar liderdir. Biz isə sonuncuyuq. Bu bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik. Onlara 9-0 hesabı ilə qalib gələcəyimiz haqqında deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1-0 normal hesab olar. Qələbə qazanmaq çətin olacaq, ona görə ki, yaxşı komandadılar. Bu görüşü digərlərindən üstün tutmuruq, amma xal vəziyyətində nəzərə alırıq. Onlar tez-tez heyətdə dəyişiklik edirlər, amma son oyunda tanınan bir heyətlə oynadılar. Daha çox istirahət etdikləri doğrudur, lakin bu da bir çətinlikdir. Qalib gəlməsə işlər daha da mürəkkəbləşəcək. Onların da güclü tərəfləri var. Qarabağ sərbəst oynayan, yaxşı yarı müdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçular çoxdur. Braziliyalılar, Kolumbiyalılar, Polşalılar. Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudular və qalib gəlmək üçün təzyiq göstərəcəklər. Daha çox istirahət edib tez-tez heyətdə dəyişiklik edirlər. Mejor juega en ataque y el que mejor juega en defensa es el que tiene más posibilidades de ganar. Entonces tienes que poner